17 may 2026-cı il Bakı şəhər Xəzər rayon Muzovna qəsəbəsi Aşağı məhəllə Aydın Sultanova ev 16 ünvanı. Hal-hazırdakı vəziyyət budur. Düz 2 ildir ki biz eyni vəziyyətdəyik. Yəni bizim şikayətlərimizə nə baxan var, nə də ki gəlib bizə bir kömək eləyən var. Elə deyirlər ki müraciət eləmişik, başçıya məruzə eləmişik. Səbirli olun, yaxşı olacaq. İnanın artıq səbrimiz yoxdur, səbrimiz bitib, tükənib. Bilmirik nə edək. Mənim evim hal-hazırdakı vəziyyət. Buyurun, baxın. Adəti qurumlar. Görün nə haldayıq. Vəziyyət budur. Evdə demək olar ki, heç bir əşya yoxdur. Gördüyünüz kimi olanlar da budur. 3 dənə, 4 dənə stoldur. Onlar da bu vəziyyətdə. Baxın. Mətbəx mebeli. Baxın, görün nə gündədir. Sadəcə utanın. Başqa söz deyə bilmirəm sizə mən. Sadəcə utanın. Sizin də başınıza gəlsin bu işdən. Görəsiniz. Biləsiniz ki, biz də çəkirik. Uşaqların otağıdır. Olan qalan əşyalar yığılıb hamısı bura. Uşaqların kravatları suyun içində də hamısı. Baxın. Görürsünüz. Vəziyyət budur. Görün bu evdə yaşamaq olar yoxsa yox.